Yeni Azərbaycan Partiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə rəssam monumentalist Çingiz Abbasovun 30 il və 44 gün tablosunun təqdimatı olub. Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, mərkəzi aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarının Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı zəfərimizin 5-ci ildönümü münasibəti ilə təbrik edib. O qeyd edib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizdə elan edilmiş Konstitusiya və Suverenlik ili çərçivəsində Yeni Azərbaycan Partiyası tərəfindən keçirilən silsilə tədbirlər ölkəmizin müstəqil inkişaf yoluna, eləcə də möhtəşəm zəfərimizin tarixi və ictimai siyasi əsaslarına, yeni mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərə nəzər salınması baxımından mühüm əhəmiyyət kəsb edir. Tahir Budaqov vurğulayıb ki, müasir dövlətçilik tariximizin zirvə nöqtəsi, ən qürur verici məqam olan möhtəşəm zəfərimiz asanlıqla əldə olunmayıb. Bugün qalib Azərbaycan xalqı 8 noyabr Zəfər gününü böyük iftixar və coşqu ilə qeyd edərək, əzəli torpaqlarımızın işğaldan azad olunması və doğma yurt yerlərinə qayıdışın hədsiz sevincini yaşamaqdadır. Şübhə yoxdur ki, dövlət başçısı, partiyamızın sədri cənab İlham Əliyevin qətiyyətli siyasəti, xalqımızın sarsılmaz birliyi sayəsində Azərbaycan bundan sonra da möhtəşəm nailiyyətlərə imza atmaqla yeni qələbələr qazanacaq, vətənimizin hər bir ülkəsində qürurla ucaldılan üçrəngli bayrağımız daim zirvələrdə əzəmətlə dalğalanacaqdır. Yaşasın müstəqil və qalib Azərbaycan. Eşq olsun Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev bu siyasəti müasir dövrün çağırışları və reallıqlarına uyğun zənginləşdirərək, müvəffəqiyyətlə davam etdirməklə, Ermənistanın təcavüzkar siyasətinə göz yuman bir sıra güc mərkəzlərinin ikili standartlar siyasətinə, beynəlxalq təşkilatların selektiv yanaşmasına, mürəkkəb geostrateji şəraitə baxmayaraq, vətənin bütövlüyünü, tarixi ədaləti və milli layaqəti bərpa etmək uğrunda haqq mübarizəsini qələbə ilə başa vuraraq möhtəşəm zəfərə nail olmuş, ata vəsiyyəti və xalqa vədini şərəflə yerinə yetirməklə Azərbaycanı Heydər Əliyevin görmək istədiyi kimi qalib, qüdrətli və əzəmətli dövlətə çevirmişdir. Çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Kamilə Dadaşzadə qeyd edib ki, hər bir xalqın tarixində elə əlamətlər gün var ki, onu əsrə bərabər gün hesab etmək olar. Azərbaycan xalqının həyatında belə məqamlardan biri heç şübhəsiz ki, 2020-ci ilin 8 noyabr gününə təsadüf edir. Lakin düşünürəm ki, öz tarixi əhəmiyyəti və mənəvi yükü etibarilə həmin günü bir əsrə deyil, əsrlərə bərabər gün adlandırmaq olar. Çünki həmin gün xalqımızın çox əsrlik qəhrəmanlıq salnaməsi yeni şanlı səhifəsi yazıldı və eyni zamanda həmin gün əldə etdiyimiz tarixi qələbə Azərbaycanın uzun müddətli möhkəm və dayanıqlı inkişaf yolunu təmin etdi. Sonra tədbirdə şəhid İsmail Kərimlinin atası Ceyhun Kərimov çıxış edib. Bugün biz böyük qələbəmizin 5-ci ildönümünü qeyd edirik. Tarix 5 ildir ki, 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad olunub. Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Zəfər günü möhtəşəm bir əsərdir və hər bir böyük əsər kimi bu zəfərin də öz memarları var. Böyük qələbəmizi qeyd edərkən Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını və onun xalqın təkidi ilə, tələbi ilə siyasi hakimiyyətə qayıdışını xatırlayırıq. Vətən müharibəsi qəhrəmanı Cəmşid Naxçıvanski adına hərbi liseyin rəisi polkovnik Anar Mirzəyev isə çıxışında qeyd edib ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Heydər Əliyev həm də qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır. Onun sözlərinə görə ümumilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuq siyasəti bugün Azərbaycan
Azərbaycan Respublikasının prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb. Səs TV Xəbər, Bakı.